Hər kəsə salamlar. Bu günlərdə Azərbaycan segmentində internetdə maraqlı bir podkasta rast gəldim, söhbətə və çox maraqlı mövzuya bayram günləri, hansı ki, belə uzun bayram günləri olanda onun da bizim kimi kasıb ölkələrdə yan etkiləri, yəni mənfi yan etkiləri çox olur və bu da əlbəttə yenə hara gedib çıxır, bütün yollar Romaya getdiyi kimi bu da gedib çıxır insan düşüncəsinə. Bugün söhbətdə hamımıza dərində toxunan, amma heç kimin ucadan deməyə cəsarət etmədiyi bir sualla başlamaq istəyirəm. Psixoloqların statistikasına görə boşanmalar və ayrılıqlar ən çox uzun bayram tətillərindən dərhal sonra pik həddə çatır. Sizcə, sevgini və səbri məhv edən əsl səbəb nədir? Və bizim gənclərimiz çox şey eləyə bilərlər. İnternet sizə o qədər imkanlar verir ki, mən özüm, yəni bu yaşda bir çox şeyləri öyrənib görürsüz, oturub nələrsə danışıram. Nəyə görə? Çünki biz Robinson Crusoe kimi tək bir adada yaşamırıq. Biz sırf sadəcə bizə yaxşı olsun, ətrafdakılar cəhənnəm olsun sözü ilə yaşasaq, axı biz o cəmiyyətə çıxırıq. Bizim uşaqlarımız o cəmiyyətə çıxır. Ona görə də hər kəs bacardığını etməlidir ki, hər kəs bacardığı yolla bu toplumun düşüncəsini dəyişməyə çalışmalıdır. Bunu da gənclərimiz çox gözəl edə bilərlər. Əgər tənbəl olmasalar, iradələri və sonra da cəsarətləri olsa, əzizlərim, insan cəsarət etdiyi qədər azadlıq ala bilir və cəsarət etdiyi qədər nələrsə əldə edə bilir. Mən bunu öz həyatımdan görmüşəm və həmin podkastın linkini də videonun aşağısına qoyuram. Həmçinin burada şəklini də qoyuram ki, tapasınız və baxasınız ki, çox gözəl bir mövzuya toxunubdur. Yəni addım ba addım, bəzən bir insanın dediyi bir domino daşının yıxılması bütün domino daşlarının yıxılmasına gətirib çıxara bilər. Buna kəpənək effekti də deyirlər. Bir kəpənək olun, bir qanadlarınızı çırpın və inanın ki, bunun ətrafa, yəni siz təsir edə bilməsəniz də, düşünsəniz də ki, təsir edə bilmirəm, amma bir insana edə bilərsiniz və bunun o insanlara xeyri olmasa da sizə çox gözəl təsiri olacaqdır. Nələrsə etməkdə, nələrsə dəyişməkdə, xırda-xırda və nələrsə yaratmaqda davam edin. Bu kanala da uğurlar arzu edirəm, abunə olun. Biz özümüzün yaxşısına dəyər verməyib, bunu başqalarından gözləyiriksə, bu başqalarından həmişə asılı halda qalacağıq.